Binə qəsəbəsində 2 sotda həyətə 2-3 maşın rahat girər. 3 otaqlı ev, birbaşa məhliyə baxır. Baxın, geniş bir məhlədir. Qapısı yəni məhliyə açılır. 2 sot həyət yəni ərazi. Padvala giriş də təyin olunub. Evin sağ tərəfindən arxasına da keçid təyin olunub. Evin hər tərəfində şkaturu gördüyünüz kimi vurulub. Sol tərəfdən isə arxaya keçid yer qoyulmuyor. Padvala girişdə var, kombi sistem çəkilibdir. Belə bir koridor sistemli evdir dostlar. Dəyərindən ucuz qiymət deyilir. Sağda qonaq otağı. Baxın. Şəbəkə pəncərə, televiziyonla falan, düstur, aboy, hər şey var da. Yoxdur, söhbət yoxdur. Mətbəximiz, evin ölçüləri geniş ölçüdür. Bu bir yataq otağı, qoşa daşına tikilmiş evdir. Bu da ikinci yataq otağı. Bir daha qeyd edirəm, evin ölçüləri geniş ölçüdür, qoşa daşla tikilmiş evdir. Real müştərilər buyurub əlaqə saxlasın. Binə qəsəbəsi 190-ın yolundan 20 metr aralı, cəmi 20 metr arası var. 160-ın son dayanacağına hardasa bir 500 metr məsafədədir.